Yerli kal ingilis dilində possessive case və genitive case adlanır. Yəni bu onu göstərir ki, bir isim digər ismə məxsusdur və cansızların yerlik halı ilə canlıların yerlik halı fərqli düzəlir. Cansızlarda biz the of the birləşməsindən istifadə edirik. Məsələn, the page of the book kitabın səhifəsi və tərcümə edərkən sondan əvvələ doğru tərcümə edirik. Yəni burada səhifə və kitab tərcümə olunur kitabın səhifəsi. Canlılar üçün isə yerlik halı apostrofi s və yaxud da ki, yalnız apostrofi əlavə etməklə düzəlir. Əgər təkdədirsə, bu halda apostrofi s-dən istifadə edirik, yox cəmdədirsə, yalnız apostrofi əlavə edirik. Məsələn, a girl's name qızın adı və girls' names qızların adları. Daha sonra isə ismin sonu əgər double s ilə bitərsə, bu halda onun yerlik halı apostrofi s vasitəsilə düzəlir. Actress's role, yəni aktrisanın rolu. Daha sonra isə bizdə cəmlənərkən kökündən dəyişən isimlər var. Man, woman, food və s. və bunların yerlik halı cəmdə və təkdə olmasından asılı olmayaraq apostrofi s vasitəsilə düzəlir. A man's hat və yaxud da ki, men's hats. Və bizdə cəmi və təki eyni olan isimlər vardır ki, biz onların da yerlik halına apostrofi s vasitəsilə düzəldirik. Yəni, a sheep's wool və sheep's wool. Yəni, eyni qayda ilə düzəlir. Və biz həmçinin qeyd etmişdik ki, the of the cansızlar üçün istifadə olunur, amma bəzi istisna hallar vardır ki, biz bu birləşməni canlılar üçün də istifadə edə bilərik. Məsələn, the flat of my sister, mənim bacımın mənzili və yaxud da ki, the book of my brother, mənim qardaşımın kitabı. Və mürəkkəb isimlərin yerlik halını düzəltdikdə biz sonuncu ismimizə apostrofi s əlavə edirik. Yəni biz burada birinci ismi əlavə etsək, bu artıq yanlış olur. Yəni brother-in-law's words, brother-in-law'nun, yəni qaynın sözləri. Daha sonra isə əgər ki, iki şəxsin ortaq əşyasından danışılırsa, bu halda bizim ismimiz təkdə olur və yalnız ikinci şəxsə apostrofi s əlavə olunur. Yəni bu deməkdir ki, bu iki şəxsin birlikdə yalnız bir kitabı var. Yox, əgər hər iki şəxsin ayrı-ayrılıqda kitabı varsa, ayrı-ayrılıqda əşyası varsa, bu halda biz hər iki şəxsə apostrofi s əlavə edirik və ismimiz də cəmdə işlənməlidir. Və bildiyimiz kimi sayılmayan isimlər cəmlənmir və həmçinin bədən üzvləri də sayılmayan isimlər kateqoriyasına aiddir. Buna baxmayaraq biz hər iki şəxsə ayrı-ayrılıqda apostrofi s əlavə etməliyik. Çünki bədən üzvləri ortaq olmur, saç ortaq ola bilməz, yəni bir insanın qolu, ayağı ortaq ola bilməz. Məsələn, Fidan və Aytacın saçı. Bu deməkdir ki, hər iki şəxsin ayrı-ayrılıqda saçı var. Yəni bu ortaq deyil. Və bizdə sonu s ilə bitən insan adları vardır ki, biz onların yerlik halını apostrofi s və yaxud da ki, yalnız apostrofi əlavə etməklə düzəldə bilərik. Daha sonra isə qeyd etdiyimiz kimi yerlik halı bir ismin digər ismə məxsus olduğunu göstərir. Və bu deməkdir ki, apostrofi s-dən sonra mütləq isim və yaxud da ki, isim birləşməsi istifadə olunmalıdır. Məsələn, Güllü's book, gördük ki, apostrofi s-dən sonra isim işlənib, bu doğrudur. İkinci birləşmədə isə görürük ki, isimdən əvvəl sifət işlənib, bu doğrudur. Amma yalnız sifət işlənsəydi, bu artıq səhv olardı. Və apostrofi s-dən sonra əgər article, söz önü, rəqəm və s. gələrsə, bu artıq yerlik halı olmur. Yəni bu əsasən belə deyim ki, izin qısaldılmış halı olur və topluda da buna bağlı kifayət qədər testlər var. Daha sonra apostrofi s got, bu has got'un qısaldılmış halıdır. Apostrofi s been, bu has been'in qısaldılmış halıdır. Daha sonra isə apostrofi s-dən sonra ing gələrsə, bu həm yerlik hal ola bilər, həmçinin davam edici zaman kimi də ola bilər. Bunun yerlik hal olması üçün bizim cümləmizdə xəbərimiz olmalıdır. Məsələn, John's coming surprised us. John'un gəlişi bizi təəccübləndirdi. Deməli, cümlədə bizim xəbərimiz varmış.
Ona görə də bu hissə bizdə yelkaldır. Amma ikinci cümlədə isə görürük ki, bizdə cümlədə coming-dən başqa heç bir şey yoxdur. Yəni xəbərimiz işləməyibsə, deməli elə bu xəbərin özüdür. John's coming tonight. Yəni burada bu is coming-in qısaldılmış haldır. Yəni bu gecə John gəlir. Daha sonra isə insan adları ilə yelkalı apostrofi s-də düzəlir. Amma bütöv bir ailə olduqda, yəni soyad olduqda biz bu zaman d artiklından və s apostrofidən istifadə edirik. Daha sonra isə bizdə müəyyən birləşmələr vardır ki, burada apostrofi s-dən sonra olan müəyyən isimlər vardır ki, məsələn shop, home, house, office və s. bunlar ixtisar olunur. Lakin onlar ixtisar olunsa da bunlar hələ də yerli halda sayılır. Məsələn, at my friends, bu deməkdir ki, at my friends house və yaxud da ki, home, yəni mənim dostum gildə, dostumun evində və s. Daha sonra at the butcher's, yəni at the butcher's shop, ət dükanında bu şəkildə olur. Və bizdə zaman bildirən sözlər var. Yesterday'dir, tomorrow'dur, today'dir. Biz bunların yerli halını hər zaman apostrofi s vasitəsilə düzəldirik. Məsələn, today's news, bugünün xəbəri. Daha sonra isə vahidlik bildirən sözlərdə, yəni əsasən planetlərdə və s. biz yerli halı apostrofi s ilə düzəldirik. Məsələn, the worlds, the earth, the suns, the moons və s.